Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikov vəzifəsindən azad edilib. Yeni Sabahın əldə etdiyi məlumata görə bu barədə departamentin sədri Rəfail Mehraliyev əmr imzalayıb. Məlikov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsində azad olunub. Hələlik Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi vəzifəsinə yeni təyinat olmayıb. Bu vəzifənin icrası Trestin baş mühəndisi Sabir Həsənova həvalə olunub. Əlavə edək ki, oktyabrın 30-u da Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müzakirə zamanı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid olunub. Bakı meri Eldar Əzizov Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikova ciddi iradlarını bildirib. Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə Trestin rəisinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılmışdı. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb. Mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə daxil olmuş məlumatlar araşdırılıb. Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 külli miqdarda mənimsəmə, 308.1 vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü vəzifə saxtakarlığı maddələri ilə işin başlanmasına qərar verilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.